Bugün burada olmaq mənim üçün həm sevinclidir, həm kədərlidir. Çünki 7 həftəlik möhtəşəm bir proqramı yerdə qoyduq və fərqli sahələrdə işləyən insanlarla bir araya gəldik. Vstar proqramı müddətində bizə özümüzü inkişaf etdirmək üçün çoxlu şanslar verildi və mən şadam ki, bu şansların hər birindən istifadə etdim. Vstar özümü daha yaxından tanımağa, potensialımı kəşf etməyə kömək elədi. Birinci kohortun bu qədər mükəmməl olduğunu görəndən sonra ikinci kohortun daha da möhtəşəm olacağını təsəvvür edin. Əgər siz də gələcəyinizi dəyişmək, yeni şeylər yaratmaq istəyirsinizsə, mütləq Vstar proqramına müraciət edin. I've been a part of more than 20 space and satellite missions, and this is the last day of the first cohort here at Vstar. The students here were exposed to various aspects of space engineering for the past 7 weeks. After 4 weeks of entrepreneurship, soft skills, they started learning about space applications, then space engineering, and eventually space entrepreneurship. We created 7 groups and actually were able to come up with some ideas that I think will progress into real startups in the near future. I believe that the Azerbaijan students and ecosystem is ready for the next startups, and I encourage you to come and join us. Usually you say that the sky is the limit. We say that in space the sky is the lower limit. So come and join us.